İmam Sadiq əleyhissalam belə təfsir edir. Dünyada olan gözəllik çox ruzi, geniş ruzi və xoş əxlaqdır. Bu dünyada olan ruzi. Ahirətdə də ki, cənnətdir. Tənbəllik eləməyin ruzi qazanmaqda. Bizim atalarımız, İmam Sadiq buyurur, atalarımız qaça-qaça gedirdilər ruzi dalıcan. Məscidlərdə bunu danışan var, az danışırlar. Bəlkə də heç danışmırlar. Dinimizi abad eləmək istəyiriksə, yaxşı işləyək, çalışaq, çox iş görək, yorulmadan çalışaq. Və axırıncı hədisi deyim, sözümü bitirim. İmam Baqir əleyhissalam buyurur ki, mən kəsrə fi əmri dunyahu fəhuvə fi əmri ahirətihi əksəl. Buyurur ki, kim dünya işində, yəni dünya deyəndə qazancda, kəsbdə tənbəllik eləyərsə, o ahirət işində daha da tənbəl olar. O namazı ki, süst qılırsan, bilirsən nəyə görədir? Ona görə ki, dünya işləri ilə dünya adını qoymusan, ibadət kimi yanaşmırsan, süst eləyirsən, onda tənbəllik eləyən, bunda da tənbəllik eləyəcək. Allah gözəl müamilə təqdim eləyir, təklif eləyir, ticarət təklif eləyir. Deyir, dünya işi adını qoyduğun işi mənim üçün gör. Dünyada bərəkət verim, ahirətdə də cənnətdə. Nə istəyirsən? Bir niyyətlə olur bu. İlahi, sənin üçün işə gedirəm, sənin üçün paltar giyinirəm. Hər işi mənim üçün elə dünyada bərəkət verim, ahirətdə də cənnət bəxş eləyim. Allah İslamı həqiqi mənada tanıyanlardan qərar versin.